sizə deyim ki, əgər Fuad Nəcəfli Naxçıvanın rəhbəri olsaydı, mən bunu tam belə cəsarətlə deyirəm, Naxçıvan Hava Limanının fəaliyyəti bu tezliyə bərpa oluna bilməzdi. Yəni bir məktəb binasını 3 ilə tikə bilməyən bir rəhbərdən, dırnaq arası rəhbərdən söhbət gedir. Yəni düzdür, nə qədər azalın işi olsa da, amma Naxçıvan yerli rəhbərliyi bu işlərə nəzarət edib, müəyyən o deyək ki, avadanlıqlar, deyək ki, o tikinti materialları və s. və bunlar hamısı yerli rəhbərliyi təmin edib, koordinasiyanı yerli rəhbərliyi aparıb. Yəni yerli rəhbərliyin o operativ müdaxiləsinin nəticəsində Naxçıvan Hava Limanının fəaliyyəti çox qısa zaman ərzində bərpa olundu. O ehtiyatlardan danışdınız. Həqiqətən mən birinci onu düşündüm ki, bu Naxçıvanın ehtiyat buğdasını satan bir başçı, yaxşı ki, o sistemdən uzaqlaşdırıldı. Çünki Allah qorusun, İranla bağlı məsələ həqiqətən bizim gözləmədiyimiz senari üzrə davam eləsəydi, İran üçün Naxçıvanın vurulması həqiqətən məqsəd halına gəlsəydi və açıq bir savaşa, yəni biz bilmirik nə baş verəcək, düzdürmü? Hala keçsəydi, əcəba Fuad Nəcəfli dönəmində Naxçıvanın halı nə olardı? Biz yanacaq məsələsi Naxçıvan üçün nə qədər çətindir. Biz bütün onlarda, yəni materik Azərbaycandan ayrı bir arazimizdən söhbət gedir. Yəni blokada şəraitini bir tək Naxçıvan, Türkiyə qapısı xilas edir Naxçıvanı. Nə baş verəcəkdi burada? Bax, o buğda məsələsi, biz bilirdim ki, onun araşdırması gedir. Prokurorluqda hansı məqama gəlib çıxdı Fuad bu məsələlər? Nəcəfli dönəmində Naxçıvan Muxtar Respublikasının ehtiyat fondu, yəni ehtiyat, taxıl ehtiyatı. Qara gün üçün Bəli, saxlanılan qara gün çörək saxlanılan taxıl ehtiyatı bəli. satılıb. Başqa bir şəxslərə, mən bunu efirdə bir daha da demişdim, belə hədiyyə edilib. Hədiyyə edilməyib, əslində mən bunu məcazi mənada deyirdim, satılıbdır. Onlar da qarşılığında yəqin başqa şey hədiyyə eləyiblər. Təbii. 10.000 ton buğda 6,5 milyon, 6 milyon 500 bin manat dəyərində satılıb. Bu Naxçıvanın ehtiyatı idi. Bunu Acı xan biz demirik. Bunu Naxçıvan Muxtar Respublikasının sabiq baş naziri Səbuhi Məmmədov deyir. Bəli. Mənə müsahibəsində Səbuhi Məmmədov dedi ki, Naxçıvan Muxtar Respublikasının 10.000 ton taxıl ehtiyatı 6,5 milyon manat dəyərində satılıb. Məncə bu istintaqa da verilmiş ifadə. Bəli, artıq prokurorluq bu məsələni araşdırır. Məndə olan məlumata görə bu işdə ələ olan bir nəfər, Şakir adlı şəxs həbs edilib. Amma Şakirin həbsi ilə bu iş bitməməlidir. Əgər, sual verirəm, əgər Səbuhi Məmmədov yalan deyirsə, onu həbs eləyək. Deyin ki, sən dövlətə nə işə yaratsın? Yox, əgər Səbuhi Məmmədov düz deyirsə, zaman göstərdi ki, Səbuhi Məmmədov düz deyirdi. Çünki artıq bu iş üzrə cinayət işi var. Azərbaycan Respublikasının baş prokurorluğu bu işlə məşğuldur, araşdırma gedir, istintaq gedir. O zaman Fuad Nəcəfli həbs olunmalıdır. Yəni Şakir adlı şəxsi niyə həbs eləyiblər? Çünki buğda, həmin o ehtiyat buğda onun əli ilə satılıb. O söhbət o taxıl anbarından gedir. Yəni bu özbaşına satılmır ki, bu dövlətin... Əlbəttə ki, əlbəttə ki. Məndə olan məlumatın açarı dövlətdə olur. Əlbəttə. Məndə olan məlumata görə o 6 milyon 500 bin manat ki, taxıl ehtiyatı satılıb, onun 3 milyon 200 bin manatı belə köz kimi gətirilib, kabinetdə təhvil verilib Fuad Nəcəfliyə. İndi Fuad Nəcəfli iclaslarda tez-tez yüksək vəzifəli şəxslərin adını çəkirdi ki, biz hər şeydən xəbərləri var filan besməkar. İndi görək kimmiş o hər şeydən xəbər olanı, susuna cavab versinlər. Axı niyə belə olmalıdır? Niyə Fuad Nəcəfli kimsə bəli, niyə Fuad Nəcəfli varlanacaq deyə dövlətin ehtiyatları tükədilməli və Naxçıvan Muxtar Respublikası Azərbaycanın strateji bir regionu çox çətin vəziyyətə salınmalı idi. Bu, bilirsiniz, bu dövlətə qarşı cinayətdir. Bu vətənə qarşı xəyanətdir. Müharibə vaxtında ümumiyyətlə çörək məsələsi vətənə xəyanət maddəsi hesab olunur da. Yəni sən əhalinin əgər ərzaq ehtiyatına qarşı hər hansı öz xeyrinə bir qərar vermisənsə, onu tribunalla güllələyirdilər. Yəni çünki çörək strateji, ağzımızda strateji deyirik. Bəli. Bu pomidor deyir ki, deyəsən ki, yeməyə bilərsən. Bu çörəkdir. Yəni insanın, hər bir insanın ən elementar, ən vacib ehtiyacıdır. Bunu necə yox eləmək olar? Yəni bu dərəcədə düşüncəsiz insanlar var Azərbaycanda, vəzifə sahibləri var. Mən vallahi heyrət edirəm. Yəni biz həmişə efirlərdə deyirdik ki, Fuad Nəcəfli tutduğu vəzifənin məsuliyyətini daşımayıb. İndi belə baxırıq ki, Fuad Nəcəfli təkcə tutduğu vəzifənin məsuliyyətini daşımamaqla yanaşı eyni zamanda bu regiona da bir qənim kəsilib.
Yəni insan nə qədər düşüncəsiz olar, nə qədər məntiqsiz olar, nə qədər ağılsız olar ki, Naxçıvanın strateji buğda ehtiyatını götürüb sata. Bilmirəm, bilirsiniz Acun xanım, buna bir cavab tapıb, söz tapıb deyə bilmirəm. İnsan, yəni bilirsiniz, düşmən də belə eləməz. Yəni düşmən də belə, heç olmazsa düşmən onu özünə saxlayar da. Yəni deyir ki, bunu saxlayım, sonra istifadə eləyərəm Bu da. ambardan götürüm o biri Bu ambara ambardan qoyum. götürüm o birisi ambara qoyum da. Yəni dövlətin Bəs çox maraqlıdır. Yəqin bu məsələ istintaqda üzə çıxacaq. Hara xərclənib, kimə satılıb bu? Özəl şirkətlərə satılıb, nə ediblər? Yəni bu buğda hanı? o buğdanı Naxçıvandakı nöqtəsindən çıxdı, hara gedir? Məndə olan məlumata görə Naxçıvandakı o çörək istehsalı müəssisələri ki var, onlar satılıb ora, un istehsal olunub, çörək, onlar da çörək istehsal satırlar Naxçıvan cəmaatına. Belə pul qazanıblar da. Yəni deyək ki, çörək istehsalı müəssisələri hardansa alacaq bunu. Hardansa almayıb, bunlardan alıb. Onlara da deyiblər ki, bizdən alın. Və beləliklə çörək istehsal edib satıb 7 üstündən də soruşdu. pul qazanıblar. 200-ü də qoyduq cibimizə. Bu vicdansızlıqdır, bu dövlətə xəyanətdir, bunun başqa adı yoxdur. Çox ağır və sərt şəkildə cəzalanmalıdır.